Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz siz əzizlərlə İmam Hadi əleyhissalamın dəyərli mirası olan Qədirliyə ziyarəti barəsində idi. İmam Hadi əleyhissalam burada sanki Əli ibn Əbi Talib əleyhissalamın şəxsiyyətini, onun ictimai, fərdi, ibadi məsələlərini, fəzilətini, üstünlüklüyünü qısa olaraq ziyarətnamə üslubunda bizlərə çatdırır. Buna görə ötən bəhsləri dedim, alimlərin sifarişi bundan ibarətdir ki, insan Qədürxum günü bu ziyarətnamə vasitəsilə Əli ibn Əbi Talibi ziyarət edə və eyni zamanda burada olan dərin məarifi, bir imamın dili ilə başqa bir imamın təqdimatını dinləyə və bu məsələlərə diqqət edə. Ötən bəhslərdə bu məsələ ətrafında danışırdıq ki, İmam Hadi əleyhissalam baxmayaraq İmam Əlinin ziyarətinə gəlib, amma ilk salamı Allah Rəsulundandır. Niyə İmam Hadi əleyhissalam İmam Əlinin qəbrini ziyarət etsə də, ilk növbədə Allah Rəsuluna, Peyğəmbərə salamla öz ziyarətnaməsinə başlayır. İmam buyurmuşdu ki, Əssalamu ala Muhammedin Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Allahın salam və salavat olsun sənə, ey Allahın Rəsulu olan Muhammed. Allahümmə sallallahu Muhammedin və ali Muhammed. Bunun ilk hikməti bundan ibarətdir ki, Şiə baxışında imamətlə nübüvvət ayrılmaz bir əlaqədir. İmamət nübüvvətin davamı, onu qoruyan, onu təhriflərdən amanda saxlayan, sağlam şəkildə nəsildən nəsilə ötürən bir məqamdır. Bu birinci hikmət idi. İkinci hikmət bundan ibarətdir ki, hər kim Həzrəti Əli əleyhissalamı ziyarət edərsə, həqiqət aləmində elə Allah Rəsulunu ziyarət edir. Hər kim Allah Rəsulunu ziyarət edərsə, həqiqət aləmində elə Əli əleyhissalamı ziyarət edir. Bunun da hikməti bundan ibarətdir ki, Əli əleyhissalamı Qur'an-ı Kərim Peyğəmbərin nəfsi olaraq təqdim edir, özü olaraq təqdim edir. Bildiyiniz kimi, Ali İmran surəsinin 64-cü ayəsində Allah Teala Nəcran əhli ilə olan o mübahilə hadisəsində Allah Rəsulu buyurur ki, Ta'alu nəd'u əbnəənə və əbnəəkum. Ey Rəsulum, onlara denən ki, siz öz oğlanlarınızı, övladlarınızı, biz də öz övladlarımızı və nisəənə və nisəəkum, siz öz xanımlarınızı, biz də öz xanımlarımızı və eyni zamanda ənfusana və ənfusəkum, siz də özünüzü, biz də özümüzü gətirək və Allahdan yalancı olan şəxs barəsində nifrin və qarğış edək. Hər iki məzhəbin, yəni həm əhl-i sünnə, hədis və təfsir qaynaqları, eyni zamanda Şiənin hədis və təfsir qaynaqlarına əsasən, əbnaənə və əbnaəkumda İmam Həsən, İmam Hüseyin əleyhissalam və nisaənə və nisaikumda xanım Fatimi Zəhra salamullah əleyhə və ənfusənə ənfusəkumda da Əli ibn Əbi Talib Peyğəmbərlə birlikdə Nəcran xristiyanları ilə mübahiləyə çıxmışdı. Burada Allah Əli ibn Əbi Talibi Allah Rəsulunun nəfsi olaraq, özü olaraq təqdim edir. Yəni bunlar eyni həqiqətdir. İmam Hadi əleyhissalam bunu demək istəyir ki, bir insan İmam Əli əleyhissalamın qəbrinə gəlibsə, ilk olaraq Allah Rəsulunu ziyarət etdiyini düşünsün və desin ki, Əssalamu ala Muhammedin Rəsulullah. Salam olsun sənə, ey Allahın göndərdiyi Rəsul. Çünki Əli ibn Əbi Talib həmən Rəsulun möcüzəsidir. Məşhur bir deyim var, hədis də deyil. Buyurur ki, Allah Rəsulunun insan formasında ən üstün möcüzəsi Əli ibn Əbi Talibdir. Bax, gör bu insan necədir, bu hansı sözü var, nəyi gətirib, onun şagirdlərinə bax, onun ətrafında olanlara bax. Bu deyir ki, bax, Əli ibn Əbi Talibə Allah Rəsulu necə də onu biləcəksən?
İmam Hadi aleyhissalam burada bu məsələyə işarə edir ki, sən gör kimin ziyarətinə gəlmisən. Eyni zamanda İmam Hadi aleyhissalam bunu vurğulamaq istəyir ki, Əli ibn Əbi Talibin məqamı və övlad-ı Əlinin məqamı bütün peyğəmbərlərdən, yəni bizim İslam peyğəmbərini çıxmaq şərti ilə bütün peyğəmbərlərin məqamından üstündür. Çünki o Allah Rəsulü ilə eyni məqamdadır, eyni dərəcədədir. Bildiyiniz kimi Allah Bəqərə surəsinin 136-cı ayəsində biz müsəlmanlara xitab edərək buyurur ki, Allah'a, Allah'ın göndərdiklərinə və eyni zamanda İbrahimə, İsmailə, İshaqa, Yaquba, Yaqubun övladlarına, Musaya, İsa'ya, onlara əta olanların hamısına iman gətirin. La nufarriqu beynə əhədin minhum. Və onlar arasında heç bir fərq qoymayın. Yəni deyin ki, Həzrəti İbrahim də Allahın rəsuludur. Həzrəti İsmail də, İshaq da, Yaqub da, İsa da, Musa da və digər peyğəmbərlər də Allah tərəfindən göndərilmiş rəsuldur. Onların kitabları ilahi vəhdir. Bunların hamısına iman gətirin. Yəni eyni bərabər iman gətirin. La nufarriqu beynə əhədin minhum. Və deyin ki, və nəhnu ləhu muslimun. Və biz onların hamısına iman gətirən, təslim olanlardanıq. Amma Bəqərə surəsinin 253-cü ayəsində Allah Teala buyurur ki, Tilkər rusul fəzzəlnə ba'duhum alə ba'zin. Bu, rəsulları bəzisindən üstün qərar verdik. Bəli, bir tərəfdə bunlar arasında heç bir fərq yoxdur. Nə cəhətdən? Yəni, bunlar hamısı Allahın elçisidir və Allah bunlara öz vəhiyini göndərmişdir. Bu cəhətdən heç bir fərq yoxdur. Amma fəzilət və məqam etibarı ilə Bəqərə surəsinin 253-cü ayəsində buyurur ki, فَزَّلْنَا بَعْضُهُمْ عَلَى بَعْزٍ. Onların bəzilərini bəzisindən fəzilətli üstünlük qərar verdik. Bildiyiniz kimi, hər fəzilətlinin bir meyarı olmalıdır. Nəyə görə filan peyğəmbərdən üstündür? Bu üstünlüyün meyarı olmalıdır. Həmən bu ayədə də həmən meyarlı xüsusiyyətinə Allah Teala işarə edir. Buyurur ki, mən kəlləməllah. Onların bəzisi Allahla danışdı. Və rəfəə bə'duhum dərəcətin. Bəzilərinə məqam verdi. Və ətəynə İsə ibn Məryəm bəyyinat və əyyədna bi ruhul qudus. Və Həzrəti Musa, İsa əleyhissalama biz açıq aydın ayələr, nişanələr verdik və onu ruhu qudusla gücləndirdik. Burada məqsəd, meyar məqsədi bundan ibarətdir ki, hər kimə ki Allah kitab nazil edə, ona məqam verə, o üstündür. Və bildiyiniz kimi Allah Rəsulu digər peyğəmbərlərin hamısından üstündür. Niyə görə İslam peyğəmbəri digər peyğəmbərlərdən üstündür? Bunun bir sıra meyarları var. Ən əsas meyar bundan ibarətdir ki, çünki Allah Rəsuluna ən sonuncu olan ilahi vəhy, yəni Qur'an-ı Kərim nazil olmuşdur. Qur'an-ı Kərim Allah Rəsulunun əbədi, əzəli möcüzəsidir və o Həzrətin ən əsas üstünlük mənbəylərindən biri də, meyarlarından biri də Qur'an-ı Kərimdir. Qur'an-ı Kərim necə ki bütün ilahi əvvəl kitablara üstündür, həmən bu kitab ki kimə vəhy olub o da üstündür. Demək Allah Rəsulunun ən əsas üstünlüklərindən biri Qur'an-ı Kərimdir. Həmən bu Qur'an-ı Kərim ki peyğəmbərin üstünlük meyarıdır, həmən bu peyğəmbər Səqələyn hədisində buyurur ki, mən sizin aranızda iki əmanət qoyuram. Onlardan birincisi Kitaballah, birincisi Kitabullah, Allahın kitabıdır və ikincisi və itrəti əhl-i beyti və mənim əhl-i beytimdir. Qur'anla əhl-i beyt yan-yana qoyulursa, eyni məqamda qoyulursa, bunlar arasında uyğunluq var. Bunlar hər iki eyni məqamdadır. Necə ki Allah Rəsulunun üstünlük meyarı Qur'andır, əhl-i beytin üstünlük meyarı da Qur'andır. Və eyni zamanda necə Allah Rəsulu digər peyğəmbərlərə üstündür, Allah Rəsulu ilə eyni məqamda olan şəxsə üstün olmalıdır. Əli ibn Əbi Talib söhbətimizin əvvəlində dediyimiz kimi Allah Rəsulunun özü nəfsi olaraq təqdim olunur. Buna görə İmam Hadi əleyhissalam buyurur ki, siz elə bir şəxsin ziyarətinə gəlmişsiniz. Əli ibn Əbi Talib elə bir şəxsi ki, onu ziyarət edən Allah Rəsulunu ziyarət edir. Nəyə görə? Çünki Qur'an-ı Kərimə görə
Allah Rəsulunun özü olaraq təqdim olunan Əli ibn Əbi Talibdir. İmam Hadi əleyhissalam ikinci salamında, yəni Peyğəmbərə salam göndərdikdən sonra İmam Əli ibn Əbi Talibin mübarək məzarına xitabən belə deyir: Əssalamu alə ənbiyaillah və rusulihi və mələikətihi əl-muqarrabin və ibadihi salihin. Daha sonra İmam Hadi əleyhissalam deyir ki, salam olsun Allahın peyğəmbərlərinə, salam olsun Allahın rəsuluna, salam olsun müqərrəb mələklərə, salam olsun salih bəndələrə. Niyə görə İmam Hadi əleyhissalam peyğəmbərə salam göndərdikdən sonra peyğəmbərlərə, mələklərə, salihlərə salam demişdi? İnşallah bunu növbəti çıxışımızda siz əzlərə təqdim edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.